Səhər saatı. Sabahınız xeyir dəyərli dostlar, dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla bugün qonağımız Good World Animal Rescue təşkilatının prezidenti və direktorlar şurasının üzvü Fərid Mansurovdur. Sabahınız xeyir Fərid müəllim, necəsiniz? Sabahınız xeyir xanlar müəllim, sağ olun, yaxşıyam. Siz necəsiniz? Siz gördük, lap yaxşı olduq. Fərid müəllim, gəlin sığınacaqlardan danışaq. Bu çox önəmli bir mövzudur və xüsusilə yayda bu önəmli bir mövzudur. Çünki insanlar hava istidir deyə daha çox çöldə olurlar və sahibsiz itlər də çöldə olurlar. Bəzən görürük ki, videolar yayırlar ki, sahibsiz itlər artıq bizi narahat edir. Bu məsələlər necə tənzimlənməlidir? Ümumiyyətlə sığınacaqlar necə olmalıdır? Bilirsiniz, sığınacaqlar ümumiyyətlə heç vaxt heyvanlar üçün daimi qalmaq üçün yerlər deyil. Sığınacaq itləri və yaxud pişikləri xilas edirlər. Müvəqqəti saxlayırlar, bütün peyvəndlərini edirlər, müalicələrini aparırlar və daha sonra ailələrə sahibləndirirlər. Deməli, sığınacaqların missiyası bundan ibarətdir. Bizdə cəmiyyətdə nədənsə fikir var ki, bütün sahibsiz itləri yığmaq lazımdır sığınacaqlara, küçədə olmamalıdırlar. Bu tamamilə yanlış fikirdir. Belə bir dünya praktikası və beynəlxalq praktika yoxdur, mövcud deyil. Beynəlxalq praktika ondan ibarətdir ki, sağlam itlər, hansılardakı aqressiya yoxdur, onlar tutulurlar, qısırlanırlar, bütün zəruri peyvəndləri alırlar, həkim baxışından keçirlər və daha sonra yaşadıkları areala qaytarılırlar. Qaytarılırlar, amma bəzən görürsünüz ki, fikirləşirlər ki, elə sığınacağa atdım iti və yaxud da gəlib yığıb hamısını sığınacağa doldurmalıdırlar. Yəni o fikirdən biz necə eləməliyik ki, bu fikir ümumiyyətlə yaranmasın? O fikir ümumiyyətlə bilirsiniz, fantaziyaları çox böyük olan insanların fikridir. Ümumiyyətlə hansılar ki, heç bilmirlər sığınacaq nədir və heç başa düşmürlər ki, bütün itləri sığınacağa yığmaq yəni elə mövcud deyil. Onun üçün gərək ayrı planet ayrılsın onda. Deməli, o mümkün olan bir şey deyil. Ümumiyyətlə ona görə də elə itlər ev heyvanlarıdırlar və uzun əsrlər boyunca bizlə yan-yana yaşayırlar. İndi bunları harası təcrid etmək, yəni bu hansı məntiqə sığar. Əlbəttə, dünyada elə praktika var ki, it əgər aqressivdirsə və s. o müəyyən bələdiyyələrin təşkil etdiyi sığınacaqlarda uzun müddət və yaxud da ki, ömrün sonuna qədər saxlanılır. Amma adi it hansı ki, heç bir aqressiyası yoxdur ki, bunlar belə deyə 95% elədir. Onlar bütün zəruri tədbirlərdən keçəndən sonra yerlərinə qaytarılmalıdırlar və insanlara da bu barədə çox vacibdir maarifləndirmə işləri aparmaq. Məsələn, mən özüm birbaşa bu problemlərlə gəlmişəm son 2 il ərzində. Mən özüm yaşayıram Buzovnada. Biz də orada bütün küçədə olan sahibsiz itləri qısırlamışıq və peyvəndləmişik İCE İctimai Birliyinin dəstəyi ilə. Deməli, insanlar görəndə ki, bu bir kalı itlər gəzilər, əvvəlcə çox böyük müqavimət göstərirdilər. Bilinmir niyə, özü heç bir əsaslı da bir nəsə söhbət yox idi. Əhali də yavaş-yavaş hamısını başa düşdülər. İndi həmən o itlərdən şikayət edən insanlar inanmazsınız. O itləri yedizdirirlər bu dəqiqə və qayğılarına hər şey maarifləndirmədən asılıdır. İnsanlara başa salmaq lazımdır. Yəni onlar şikayət etdikdə və bizdə qurumlar gəlib itləri bir yerdən götürüb başqa yerə aparıb buraxanda bu insanlar heç vaxt öyrənməyəcəklər ki, əslində necə olmalıdır. Xüsusilə bu qidalanma məsələsi çox önəmlidir. İndi deyirik, vətəndaşlar özləri onları qidalandırır. Sığınacaqlarda bu proses necə həyata keçirilməlidir? Ümumiyyətlə, necə gəldi biz itləri yemləməliyikmi? Yəni yoxsa onun xüsusi bir qaydası olmalıdır? Onun təbii ki, xüsusi bir qaydası var. Deməli, itlərin çəkisindən, ümumiyyətlə ölçüsündən asılı olaraq onlara gündəlik yem rasionu ayrılır. Lakin sığınacaqlarda buna dəqiq riayət etmək çox çətindir. Çünki əsasən bütün sığınacaqlar ehtiyac içindədirlər və saxladıqları heyvanların heç öhdəsindən gələ bilmirlər. Ona görə də çox vacibdir ki, sağlam itləri yığmasınlar sığınacağa, çünki baxa bilmirlər, nə yemlərini təmin edirlər, nə də başqa zərurətlərinin öhdəsindən gələ bilirlər.
Deməli bizdə məsələn hal-hazırda himayəmizdə 1000-dən artıq itlər var və bunların deməli çoxsu paroda itlərdir və şikəst itlərdir. Bu səbəbdən biz bunları saxlamışıq sığınacaqda və sahiblendiririk get-gedə həm ABŞ-a, həm ölkə daxili. Lakin əgər bizdə sadəcə adi itlər olsaydı sağlam, biz onları saxlamazdıq. Biz onları necə ki elə bunları da qısırlaşdırmışıq və o bütün tədbirləri görüb qaytarardıq küçələrə. Bəzən görürsünüz ki, fikirləşirlər ki, bu sığınacaqlar vətəndaşlar yaşayan yerdən xeyli kənarda olmalıdır. Ən azı bu səs-küy məsələsinə görə. Bəziləri də fikirləşirlər ki, yox elə iç-içə olmalıdır ki, hər kəs ən azı gələ, baxa, görə, yəni sahiblənmək istəyən sahiblənə və yaxud da hansısa bir formada qayğısına qalalım. Bu proseslər necə tənzimlənməlidir? Təşəkkür edirəm, çox faydalı bir sualdır. Deməli, dünya üzrə ümumiyyətlə bu barədə heç bir qanunvericilik yoxdur ölkələrdə ki, sığınacaq məhz harda olmalıdır. Şəhər içində yoxsa ki, şəhərdən uzaq. Belə bir tələb yoxdur, mövcud deyil. Biz isə sığınacaq deyəndə biz başa düşməliyik ki, biz son dərəcə şərti olaraq bu barədə danışırıq. Belə ki, bizdə ümumiyyətlə sığınacaq mərfumu yoxdur qanunvericilikdə. Yəni bu anlayış yoxdur. Sığınacağa olan tələblər, sığınacaq necə olmalıdır, standartlar nədir, mövcud deyil. Ona görə də biz sığınacaq deyəndə hələ bir şey fikirləşir. Məsələn, kimsə fikirləşir ki, sığınacaq sadəcə 4 divar içində olan 50 itdir. Kimsə isə fikirləşir ki, müəyyən tədbirlər olunan yerdir. Ona görə vacibdir əvvəlcə qanunvericiliyin olması və qanunvericilik necə təyin edərsə, necə təmzimləyərsə elə də olar. Yəni ya uzaq, ya yaşayış yerinə yaxın. Amma dünya praktikasında belə deyək, prinsipial tələblər bu barədə yoxdur və mən bildiyimə görə heç vaxt da olmayıb heç bir ölkədə. Çünki Gürcüstan məsələsində keçən il mətbuatda oxuyurdum. Azərbaycanlıların kompakt yaşadığı bir yerdə sığınacaq itlər üçün tikmək istəyirdilər. Vətəndaşlar narahatlıqlarını ifadə edirlər ki, mətbuatdan yox, belə olmamalıdır. Yerli bələdiyyə və meriyada çıxıb demişdi ki, ən azı yaşayış yerindən 1 kilometr uzaqdadır. Sadəcə bu sualı da mən cavab tapmaq üçün özümə yəni verdim. Amma dünya praktikasında belə bir şey yoxdur. Sadəcə boş ərazi dövlət haradan ayırırsa orada da bəli. Yaxud da ki, hal-hazırda bizdə çox belə bir deyim ki, hadisələr yoxdur ki, dövlət kiməsə ərazi ayırsın. Hamısı şəxsi təşkilatlardır, təşəbbüslərdir ki, burada da böyük bir təhlükə var. Əslində hər bir insan necə istəyir, elə də həmən o sığınacaqları təşkil edir və heç Bəs bu necə olmalıdır? Siz xaricə gedib gəlirsiniz. Misal üçün xarici təcrübələrdə sığınacaq deyəndə ağla nə gəlir? Yəni itlər üçün nələr olmalıdır? Ümumiyyətlə pişiklər üçün nələr olmalıdır? Mən yaxından bu məsələlərlə tanışım, çünki eyni zamanda elə Good World Animal Rescue and Protection Amerika təşkilatıdır və orada çox ciddi qanunvericiliklər var bu barədə. İlk öncə lisensiya alınır. Məsələn üçün şəxs və yaxud da ki, bir qrup şəxslər olar qeyri-hökumət təşkilatı olaraq qeydiyyatdan keçirlər. Çox asandır xaricdə bu. Bəli, bildirirlər ki, sığınacaq açmaq istəyirlər. Müvafiq qurumlar, deməli, ABŞ-da bu CDS-dir. Gəlir, yoxluyur, görür ki, əgər bütün şərait uyğundursa, onda lisensiya verir. Yox, uyğun deyilsə, vermir və lisensiya verilməklə də məsələ bitmir. Hər il orada yoxlanışlar olurlar və bu lisenziyanı həmən deməli qrup şəxslər hər zaman itirə bilərlər. Bəli, çox ciddi yanaşma var. Nə eləsə itirir? Əgər o deməli öz bu qanunun tələblərinə riayət etməsi, məsələn üçün itlərin peyvəndlənməsi, rifahının təmin edilməsi və s. Məsələn 50 için nəzərdə tutulubsa bu sığınacaq orada daha çox it saxlayırsa, orada son dərəcə ciddi yanaşmadır qərbdə bu məsələyə. Bəs məsələ də ondan ibarət ki, Azərbaycanda bu proses indi qanunvericilik tərəfindən qoyduq bir qırağa. Neçə sığınacaq var bu dəqiqə? Rəsmi statistika yoxdur, belə sığınacaqlar ondan artıqdılar. Ondan artıq Bakı ətrafı yoxsa sırf rayonlarla birgə daha düşünürəm ki, bir 20-yə çatar. Peyvəndlənmə məsələsi necədir? Heç bir sığınacaqlarda bəzi ikisi, üçü istisna olmaqla peyvəndləmə aparılmır, heç bir tədbirlər aparılmır və ümumiyyətlə
bu kimi yerləri sığınacaq adlandırmaq mümkün deyil. Siz getsəz orada baxsaz itlər nə gündədir, quru çörəyə həsrət yaşayırlar, qısırlanmayıblar, elədir balalayırlar, artırlar. Sanitar ümumiyyətlə bütün normalar pozulubdur. Yəni bu çox belə deyək, nisbi olaraq sığınacaq adlandırırıq deyirlər. Ona görə mən deyirəm ki, dövlət qurumları bu məsələyə ciddi nəzarət etməlidir. Yəni hansısa şəxsin ümidinə, vicdanına qalmamalıdır bu məsələ, bu ciddi məsələdir. Orada hər hansısa epidemiya olsa, bu təbii ki, insanlara da təsir edəcək. İndi bu epidemiyaların qarşısını almaq üçün dövlət müəyyən addımlar atmalıdır, bu öz yerində. Amma həmin şəxslərin marağı nədir bu sığınacaqları Həmin şəxslərin yaratmaqda? bilirsiniz, əvvəlcə çoxsu başlayır onu ilə ki, deməli, üzr istəyirəm, deməli, yazıqları gəlir ki, heyvandır, götürürlər və s. Dərhal görürlər ki, ictimaiyyət tərəfindən nəsə reaksiya var. Bu illah maddi məsələ deyil. Yəni müəyyən populyarlıq əldə edirlər. Mən görürəm də bizim müxtəlif belə xəbər portalları o qədər də belə deyək, heyvanların rifahından xəbər olmayan insanlardan intervyu alırlar və o da insanlar çıxırlar TV kanallara və s. və təbii ki, bunlar üçün yeni bir həyat başlayır. Belə deyək, əgər bundan öncə heç bir pozisiyaları yox idisə cəmiyyətdə, indi artıq müəyyən pozisiyaları var və təbii ki, burada maraqlar çox böyükdür. Və ən maraqlısı da tələblər yoxdur. Maraqlar var, tələblər yoxdur. Ona görə də ki, inanılmaz dərəcədə böyük anarxiya hökm sürür bu sahədə. Peyvəndləmə məsələsi hansı sıxlıqda olmalıdır? Deməli, o baxır itin yaşına məsələn. Üçün 1 yaşa qədər orada bir sxem peyvəndləmə var. Tez-tez alırlar. İlk peyvəndləmə olur 2 yaşında, sonra 3 yaş, daha doğrusu 2 aylığında, 3 aylığında, 6-7 və s. Bunu baytarlar ümumiyyətlə yaxşı bilirlər. Sonra isə hər il sadəcə revaksinasiya, bir dənə peyvənd. Hər il bir peyvənd. Baytar məsələsi necədir? Çətindirmi tapmaq? Çox çətindir. Aha. Bizdə baytarlar ümumiyyətlə ancaq şəxsi sektor olaraq çalışırlar. Yəni o şəxsləri kimi ki, doğrudan da baytar adlandıra bilərik. Yəni inana bilərik ki, heyvanı xilas edəcək. Və o şəxsi sektorda da çalışan baytarların cəmi sayı 3-4 nəfərdən hansılar ki, professionaldılar və qiymətləri də çox yüksəkdir. Çox yüksək. Çox yüksək dediyimiz nədir? Məsələn, bu yaxında deməli bir dənə it var idi, balaca onu maşın vurmuşdu. Deməli, ayaqları qırılmışdı və ona təcili osteosintez əməliyyatı lazım idi. Ayağına mil qoyulmalı idi. Və balaca da it idi. Biz onu göndərdik baytarlıq klinikasına ki, mənim şəxsən çox güvəndiyim və etibar etdiyim baytarlıq klinikasıdır. Siz deyən heç mən bildiyimə görə heç iti görməyiblər. Sadəcə deyiblər 1100 manat. Deməli, əməliyyatda itə heç baxmadan da. Heç də xoş bir məsələ deyildi ki, itə baxmadan belə qiymət deyilibdi. İndi təsəvvür edin, bu boyda itin mil əməliyyatı 1100 manatdırsa, indi 50-60 kiloluq çoban itinə əgər o əməliyyat lazım olsa, yəqin ki 5-6 minə gəlib çıxacaq da. Yəni heç kim tərəfindən təmzimlənməyən qiymətlərdir. Kim hansı qiymət istəyir, onu da qoyur və insan əməliyyatından daha baha başa gəlir. Daha baha başa gəlir. Ümumilikdə bu siz hazırda buzovnada neçə it var? Bizdə deməli buzovnada mənim yaşadığım yerdə, orada bizdə 150 itə yaxındır. Əsas sığınacaq bizdə Maşdağadadır. Orada da hardasa 500-600 it var. Bir də Mərdəkanda da 300. Sahiblənmək məsələsi Azərbaycanda daha çoxdur yoxsa xaricdə daha çoxdur? Xaric, ancaq qərb. Məsələn, Avropada da çox ciddi sahiblənirlər həmişə, amma bizim çıxışımız Avropaya o qədər də geniş deyil. Bu vaxta qədər göndərmişik 100-ə qədər itlər sahiblənməyə. Amma ABŞ-da biz oranın təşkilatı olduğumuz üçün 2020-ci ildən yox, hətta 2019-cu ildən
bu günə qədər ümumi 500 plus it sahibləndirmişik. Onlar nəzarəti necə həyata keçirirsiniz? Deməli bizdə orada dediyim kimi qeyri-hökumət təşkilatı orada ümumi platformalar var. Hardakı itlərin videoları, şəkilləri paylaşılır və sahiblənirlər. İti sahiblənmək istəyən şəxslər müraciət edirlər, anketləri doldururlar. Biz də oradan ən uyğun şəxsi seçirik. Daha sonra oyla deməli razılaşma bağlanır, kontrakt və kontraktın müddəalarına əsasən itin ömrü boyunca nəzarət həyata keçirilir. Hətta bizi xəbərdar etmədən həmən şəxs o iti heç başqa adamı sahibləndirə də bilməz. Yəni mütləq xəbər eləməlidir. Əgər tutalım ki, xəbər eləməsə və kiməsə versə, hüquq mühafizə orqanlarının köməyi ilə biz iti geri alırıq. Bakıya? Yox, elə orada da bizdə var. Orada da var. Könüllülər təşkilatları, bəli, götürürlər könüllülər və sonra özümüz baxırıq ki, bəlkə elə doğrudan da verdikləri adam normal adamdır. Elə olduqları halda bəli biz həmən adama yenidən sənəddən sahiblendiririk. Ki bu birinci sahibi sahibləndirmişdi. Ən çox hansı cins itləri istəyirlər? Yoxdur elə bir şey ki, bölgü. Bütün itləri hansılar ki, belə o sakit itlərdə aqressiv deyirlər. Hətta üç ayaqlı itlər, kör itlər, bir gözlü itlər, o qədər bizdə belə itlər olub və var. Onlara hətta daha üstünlük verirlər, çünki onlara yazıqları gəlir. Bəzən görürsünüz ki, indi Azərbaycanda itlər saxlayanlar, öz balaca şirin o itləri sadəcə... Orada yoxdur elə. Orada elə bir şey yox. Biz rastlaşmamışıq ən azından. Bəs Avropaya çıxış niyə bu qədər? Avropaya çıxış, çünki bizə ABŞ-a niyə asandır? Çünki biz ABŞ-da 2019-dan qeydiyyatdan keçdik. Avropaya hələ bizdə pəncərə yoxdur, lakin bizdə Azərbaycanda Bars İctimai Birliyi var. Leyla xanım Axundova. Deməli oranın təsisçisidir. O da uzun illər Hollandiyada yaşayır. O da Hollandiyaya sahibləndirir bu itləri. Təbii ki də Azərbaycandan ora göndərilməsi və bizim vəziyyətdə ABŞ-a göndərilməsində də bizə çox ciddi dəstək İCİEV İctimai Birliyi verir və yerli avialiniyalar, Silkway, Azal. Yəni dəstək Bəli, dövlət tərəfindən bu məsələdə çox böyük dəstək var. İnanılmaz dəstək. Mən əminəm ki, dünyanın heç bir yerində belə dəstək yoxdur ki, Silkway götürsün 50 dənə, 60 dənə it uçurdur xaricə sahiblənmək. Yəni bunu pulsuz edən başqa avialiniyalar başqa ölkədə yoxdur. Başqa bir təşkilatlar yoxdur. Və xüsusilə biz daha da bu məsələni genişləndirmək üçün hansı işləri görəcəyik? İşlər görüləsi işlər çoxdur əslində. Qanunvericiliyi işləmək lazımdır, maarifləndirməklə işləmək lazımdır. Və hər dünyaya çıxışımızı təmin etmək üçün indi öz sahibləndirmə məsələsində. Mən düşünürəm ki, sahibləndirmə məsələsində dünyaya çıxış üstündə iş o qədər də işləmək yox, ölkə daxilində işləmək lazımdır ki, məsələn üçün İnsanlar başa düşsünlər ki, bu oyuncaq deyil ki, bu mağazindən almaq lazım deyil, bəli, sığınacaqdan gəl götür. Məsələn, xaricdə yoxdur elə böyük tendensiyalar. Onlar məsələn 1000 nəfərdən bir nəfər hansı ki gedib bir iti alardı evinə. Əsasən sahiblənirlər. Görün nə dərəcədə sahiblənirlər ki, hətta ABŞ-dakı şəxslər deyirəm də 500-dən artıq it biz ABŞ-a sahibləndirmişik Azərbaycandan. Görün Azərbaycandan sahiblənirlər. İrandan biz nə qədər itlər xilas eləmişik, ABŞ-a sahibləndirmişik. Yəni bu insanlar bir mədəniyyət olaraq, bir yanaşma olaraq bilirlər ki, canlını almaq lazım deyil, xilas etmək lazımdır. Biz də bunu öz ölkəmizdə etməyə çalışmalıyıq. İti sahiblənmək üçün, ümumiyyətlə heyvan sahiblənmək üçün hansı kriteriyalara uyğun olmalıdır vətəndaş? Şəxs. Bəli. Şəxs nə olmalıdır? Yəni kim istəsə gəlib götürə bilərmi? Yoxsa ki, müəyyən qayda qanun var? Təbii ki, bəli. O hər bir təşkilat özü üçün o kriteriyaları yaradır ki, ondan it sahiblənən necə olmalıdır, nə cür olmalıdır. Bizdə Azərbaycan daxili deməli kriteriyalar yüksək deyil. Yəni itə baxa bilsin, iti vaxtında həkimə apara bilsin, bəli, öz evi olsun, çalışır ki, kirayə olmasın. Və o insanla da söhbətdə görünürdü ki, bu necə insandır. Bizim o boyda təcrübəmiz var ki, səhv etmək kimi bir şansımız yoxdur. Ümumilikdə bəzən görürsünüz ki, öz evində 20 pişik, 25 pişik, hətta 50 pişik saxlayanlar var və demək olar ki, harca bir 6-7 it, bəlkə də çox
yəni saxlayanlar var. Bu zaman necə tənzimlənir? Bunu edənlər mən elə başa düşürəm ki, yəni nəinki başa düşürəm, mən əminəm. Bunlar ruhi xəstədirlər. Bunları əvvəlcə yoxlamaq lazımdır. Bir o ruhi dispanserdə bir o rəy olmalıdır. Bax insan niyə bir otaqlı evə yığsın 50-60 dənə pişik, özü də normal yaşaya bilməsin, bütün qonşuları da narahat etsin. Və o halda ki, bizim ölkədə pişiklər möhtəşəm yaşayırlar. Niyə küçədən onları yığsınlar bir otaqlı mənzilə? Yəni bu tamamilə səhvdir, bu düzgün deyil, bu heç bir kriteriyalara sığmır və yəni belə hallarla mübarizə aparmaq lazımdır. Siz necə mübarizə aparırsınız? Biz deməli dövlət qurumlarına müraciət edirik. Məmurlar da gəlib görəndə ki, belə bir vəziyyətdə heyvanlar əziyyət çəkir, rəsmlər. Artıq deməli lazımi tədbirlər görülür. Lazımi tədbirlər görülür. Heyvanlar oradan götürülür. Bu il götürsək, yəni ötən il 2025-ci il ərzində sizin sığınacaqdan, yəni yerli nə qədər iti sahiblənir? Yerli hardasa 20 plus olar, ondan çox olmaz, bəli. Daha çox rayonlara yoxsa Bakıda? Yox, Bakıda. Bakının özündə. Bizdə xaricdəki kimi tutam ki, 3 ayaqlı və yaxud da xəsarət alan və yaxud da görünən olardımı, yoxsa ki, daha çox necə itləri götürürlər? Bu vaxtacan 3 elə hadisə olubdur ki, 3 ayaqlı it sahibləndirək, başqa hallarda cins balaca itlər balaca itlərdə, yəni böyüməyən sırf. Bəli, bəli. Bəs o yekə itlərdən varmı götürənlər? Yox, qalırlar. Bizdə o qədər indi böyük cins itlər var. Simbirnar, Rottweilerlər, Dobermanlar. Onları heç istəyən yoxdur. Nəinki çox yıllar, onlarla iş də çoxdur. Yəni çox vaxt tələb edirlər. Yəni xərci çoxdur. Və belə deyək də fiziki və mənəvi olaraq da çox şey istəyirlər insandan. Xərci də düşünmürəm ki, insanları xərc saxlayır. Düşünürəm daha çox bu iti necə baxacam, necə dil tapacam böyük itlə. Bəzən görürsünüz ki, evində adi 1 metrlik bir zəncirdə saxlayırlar, o da təbii ki. O dəhşətdir, amma yenə də qanunla heç bir deməli qadağa yoxdur buna. Ona görə o qanunlar məsələsində baxılmaq lazım. Çalışmalıyıq. Çox təşəkkür edirəm Fərid müəllim. Sağ olun, çox sağ olun. Sağ olun. Daim aktiv saxlamaq lazımdır bu mövzuları, çünki o da demək olar ki, bu təbiətin bir parçasıdır və onlarsız həyatı ümumiyyətlə düşünmək olmur. Ən azı səsləri gəlməlidir, baxmalısan, oynamalısan, çünki bu da sevgini aşılayır. Minnətdaram, çox sağ olun. Nadir halda belə mənə maraqlı suallar verirlər. Çox sağ olun. Və səhər saatı bununla da yekunlaşır. Sizsə bizi dinləməkdə, eləcə də izləməkdə qalın. Sağ olun, salamat olun.